Salam dostlar, kanalıma hoş geldiniz. Bugün size bir e, başka mövzu hakkında söhbət eləmək istəyirəm. Bugünkü mövzumuz olacaq qızıl yer xəstəliyi haqqında. Hə, qızıl yer toksik allergik xəstəlikdir və əsasən A qrup, beta, C qruplar tərəfindən əmələ gəlir. Demək ki, qızıl əsasən dəri, tənəffüs yolları və demək ki, hemotogen yolu yarana bilər ki, bunun nəticəsində sepsis əmələ gələ bilər. Demək ki, qızıl yel adətən payız və qış aylarında daha da aktivləşir. Əgər kimlər bu xəstəliyə daha həssasdır, demək ki, kimlər revmatizm, revmatoid artrit, ondan sonra ə, angina, furunkuloz, şəkərli diabet və qan və limfa divarının pozulma olan insanlarda bu demək ki, daha çox özünü göstərir. Demək, bunun nəticəsində demək ki, qan dövranı pozulmaları yaranır. Demək ki, əgər qadınlarda süd vəzində, kişilərdə sinsiyyət orqanında qızıl yel yaranarsa, demək ki, bu demək qanqreniyaya səbəb olur və orqanda çabuklaşma əmələ gəlir və orqan öz funksiyasını itirə bilər. Demək, qızıl yelin diaqnozunu qoymaq, müayinəsi üçün elə bir xüsusi metodu yoxdur. Ancaq qan analizi verilir və qanda əgər leykosit yüksək olarsa və roye eritrosit çökmə sürəti yüksək olarsa və demək ki, qanda streptokurlar yüksək olarsa, demək ki, bu zaman həkim özü demək bu diaqnozu qoya bilər. Və diaqnozu qoyulandan sonra isə demək ki, adətən antibiotiklərdən və ağrı kəsicilərdən və bir də qan dövranı normallaşdıran preparatlardan istifadə olunur. Demək ki, adətən qızıl yel demək ki, infeksiyon bir xəstəlikdir. Bu demək ki, əsasən aşağı ətraflarda əmələ gəlir və bu demək ki, yüksək hərarətlə müşahidə olunur. O ətraflarda demək ki, qızarma, şişkinlik, ağrı əmələ gəlir. Sonra demək ki, göynəmə filan belə hallar baş verir. Demək ki, 2-4 gün bunun inkubasiya dövrü var. Bundan sonra isə demək ki, dəhşətli ağrılar əmələ gələ bilər. Ətrafda yəni bir yanğı kimi insan istəyir ki, aşağı elə bil ki, ətrafı yanır və qızarır. Orada göynəmə əmələ gəlir və ətraf qalınlaşır, dəri qalınlaşır. Və bu zaman dəhşətli ağrılar baş verə bilər. Demək, əgər bu müayinə olunub, müalicə olunmazsa, demək ki, həyati təhlükə törədə bilər. Demək, dediyim kimi, bunun müayinəsi üçün ancaq qan analizi verilir və ondan sonra həkim diaqnoz qoyub müalicəyə başlayır. Müalicəsi də əsasən gedir antibiotiklər və ağrı kəsicilərlə. Demək, həkim gəlinə qədər, həkimin müraciət edənə qədər heç nə eləmək lazım deyil. Özbaşına heç nə eləmək lazım deyil. Sadəcə olaraq yatar rejim olmalıdır və gün ərzində çoxlu maye qəbul eləmək lazımdır. Artıq həkim müalicəyə başlayandan sonra, ondan sonra bəzi xalq təbiəti üsullarından istifadə eləmək olar. Bu nədir bu? Demək ki, olar ki, yaxşı olar ki, demək təzə sıxılmış kartofun şirəsindən istifadə eləmək olar. Yəni təmiz tənzimi götürüb həmin bu şirədə isladıb həmin zədəli nahiyəyə qoymaq olar. Gündə 3 dəfə bu demək ki, tənzimi dəyişmək lazımdır. Sonra və yaxud kələm yarpağı. Təbii ki, kələm yarpağını yumaq lazımdır və həmin nahiyəyə qoymaq lazımdır. Bu da yəni gündə 1-2 dəfə bunu dəyişmək olar. Və yaxud kalanxoy bitkisi var. Bax, bunun yarpağının şirəsindən istifadə eləmək olar. Yəni həmin kimi yarpağın şirəsini sıxıb, sonra təmiz tənzimi orada isladıb və həmin nahiyəyə qoymaq lazımdır. Bir də mən bir şey oxumuşam, bu rus xalq təbiətində belə bir metod var. Təmiz demək ketan parçasından qırmızı ketan parçasından istifadə olunur. Qırmızı ancaq parça qırmızı olmalıdır, ancaq üzəri ketan olmalıdır. Yəni sintetik parçadan istifadə etmək olmaz. Təmiz ketan parça, yəni çit parça götürüb, qırmızı rəngdə götürüb və onun üzərinə təbaşir tozlarını səpib həmin nahiyəyə qoymaq lazımdır. Bu bir neçə xalq təbiəti kitabında, rus xalq təbiəti kitablarında mən bunu oxumuşam. Ancaq heç kim yazmır ki, niyə qırmızı olmalıdır. Ancaq bütün kitabda yazılır ki, bu qırmızı parça olmalıdır.
Təbii ki, mən bütün həmişə deyirəm ki, pəhrizsiz müalicə yoxdur. Təbii ki, bu qızıl yerə xəstəliyinin müalicəsində müəyyən qədər pəhriz etmək lazımdır. Həmişə dediyim kimi, yenə deyirəm ki, birinci növbədə şirniyyatdan imtina eləmək lazımdır. Şirniyyat yemək olmaz. Sonra yenə təbii ki, alkoqolla, siqaretdən uzaq durmaq lazımdır. Qidaya fikir vermək lazımdır. Yağlı qızarmış yeməklər, yəni belə biraz bunlardan imtina eləmək lazımdır. Təbii, yəni meyvə, tərəvəz, belə yüngül yeməklərdən, qatıq, doğa, belə demək ki, qidalardan istifadə eləmək lazımdır ki, müalicə ilə bərabər paralel, yəni xəstəlik demək ki, sağalsın. Və mən sizə deyim ki, mənim təcrübəmdə bir nəfər olmuşdu belə bir xəstə. Mən onda klinikada işləyirdim. Bir yaşlı kişi idi, kənd yayınlanmasına gəlmişdi. Pis gündə idi onun ayağı. O da mən o adamın qızını müalicə etmişdim. Vaxtı kendi qızı onu mənim yanıma göndərmişdi. Və biz onu müalicə etdik və bir kursda müalicədən sonra o adamda əməlli başlı dəyişiklik mənə gəlmişdi, müsbətə doğru. O deyək ki, o da yenə də o qədər özünə qarşı diqqətli idi ki, biraz biz yaşlı adamlar özümüzə qarşı çox diqqətliyirik də. Elə adam var ki, cavanlıqdan özünə qarşı laqeyd olur. Ancaq yaşayandan sonra hamı istəyir tez sağalma və demək ki, səhhətinə qarşı çox ciddi yanaşır. Demək ki, bu adam təkrar gəldi, müayinə olundu və istədi ki, Doppler eləmək istədi ayağını. Və orada bizdə klinikada o kişinin ayağını Doppler elədilər və təbii ki, hər şey normaldır. Və mən deyirəm ki, onu hər kəs öz səhhətinə qarşı belə diqqətli olmalıdır və ciddi yanaşmalıdır. Yenə deyirəm ki, hər videoda deyirəm ki, yəni bu xəstəlik haqqında, qızıl yer haqqında və onun müalicəsi haqqında çoxlu danışmaq olar. Ancaq mən çox danışıq vaxtınızı almaq istəmirəm. Qısa konkret mən bunu sizin üçün dedim ki, qızıl yer necə yaranır və necə müalicə olunur. Hökmən həkim nəzarəti altında olmalıdır. Ona görə də çox danışmaq istəmirəm. Bu qədər həllik ancaq deyirəm ki, əgər videom xoşunuza gəlirsə, bunu bəyənin, kanalıma abunə olun və paylaşın ki, daha çox adam belə faydalı məsləhətlərdən istifadə edə bilsin. Hələlik gələn görüşlərə dək.